Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü mövzumuzda ingilis mövzusundan sonra Gateway API keçəcəyik. Gateway API nədir? Bunu anlamaq üçün ilk olaraq şəklə baxsaq, bu şəkillə də ifadə edə bilərik, amma özümüz də eləcək daha yaxşı olar. Deməli, Gateway API yeni ilə yoldaşlar ingilis məntiqi ilə işləyir. Keçən dərs demişdik ki, ingilis Nginx artıq deprecate olub və open source və F5-in kontrollərindən istifadə edirik. Burada da ingilis artıq deprecate olduğuna, infrastrukturda da indi ingilisdən çıxılır, artıq Gateway API keçilir. Ola bilər Gateway API keçilsin və ya qalsın elə də. Amma keçilmək məntiqinə danışıq və imtahanda da birbaşa ingilisdən bağlı olan bir resursun Gateway API keçirilməsi istənir bizdən birə-bir. Ona görə bu Gateway API mövzusu çox lazım mövzulardan biridir. Gəlsək buradan Epic Pen açıq. Bunu açmağa ehtiyac yoxdur. Burada hər şey yazılıb. Deməli burada məntiqimiz istəyir. Epic Pen açmağa ehtiyac yoxdur. Burada hazır şəkildə var. Hazır şəkildə bizdə gələn xaricdən trafik HTTP və ya HTTPS üzərindən ola bilər. İndi yəqin ki HTTPS üzərindən olur. HTTP gələn S üzərindən gələn istək gəlir Gateway-yə. Gateway-dən müəyyən bir domenə gəlir. Okay. Bu domeynlə gələn istək daha sonra buradan biz fərqli konfigurasiyalar yerinə yetirə bilərik. HTTP root konfigurasiyasını eləyəndə biz buradan artıq hansı domenə və hansı petə gedəcək bunun üzərinə təyin olunur və gateway-in adı yazılır. Və bizim ən əvvəldə gateway klassımız olur. Gateway class nədir? Gateway class odur ki, əslində özümüz çəkəcəyik. Bunu daha yaxşı olar ki, belə olsa. Gəlsək buradan var bir detalını özümüz çəkək. Buradan misal client'dır bu, user'dir bu. Burada da infrastruktur var bizdə. Gateway class olacaq. Gateway'in özü olacaq. Buradan HTTP root. Buradan da petləri ilə bilərik ki, buradan gələ istəkləri götürək. Okay. Deməli bizdən user üzərindən buradan hər hansı bir istək gəlsə, misal ki saytda belə yazılıb https okay a.com/a yazılır misal. Okay. Burada da misal adı. Buradan indi nəyi konfigurasiya edirik? Gələn user üzərindən istək birbaşa olaraq gateway gəlir. Gateway-də də bizdə manifest üzərindən hansı klassın təyin olduğu yazılır. Klassa da nə təyin olunur? Hansı kontrollərdən istifadə edəcək? Burada gateway-in öz kontrolləri də ola bilər. Müxtəlif kontrollər var. Onlardan istifadə edə bilər. Hansı kontrollərdən istifadə edəcək olur buradan təyin olunur. Ondan sonra artıq buradan ola bilər ki, HTTPS-dən gəlib bunu çevrilib HTTP-yə çevriləcək buradan. Ki buradan HTTP root buradan bunları yönləndirəcək ki, artıq HTTPS üzərindən bunları getməsin. Belə də elə bilər ki, HTTPS üzərindən də gedə bilər, amma ona ehtiyac yoxdur. 90% elə əsas qıraqdan gələn istək HTTPS üzərindən gəlir və buradan ondan sonra məlumatlar dekript olunduqdan sonra bura ötürülür. Deməli, a.com yazırıq buradan. Buradan gələn HTTPS üzərindən istək bura gəldi. Artıq burada həmin domain və peti təyin olunub, bu hissəyə göndərilir. Buradan artıq HTTP formasında gəlir buradan. Nəyə görə? Artıq bu hissədə, bu gateway hissəsində TLS-dən bu deprecate olur. Deprecate nədir? Decoding olur. Decoding olduqdan sonra gəlir bu hissəyə, HTTP root-a.
HTTP-dan da artıq domen hissəsinə sırf baxılır. Bu hissə artıq çözülüb qurtarandan sonra. Bundan sonra da petinə baxılır ki, A üzərindən olsa bura gedir, B üzərindən olsa atıram bu servisə gedir və eyni yerdə səhifə açılır. Məntiqimiz belədir. Yəni ki, gateway class bizim hansı kontrollerdən yenə istifadə edəcəyimizi təyin edir. Gateway ümumi xaricdən gələn istəkləri qəbul edir. HTTP root da bizdə domain və pet üzərindən yönləndirmə edir. Deməli, gəlin danışaq. Burada da yenə göstərir və bizdə müxtəlif rootlar ola bilər və backend policy də təyin edə bilərik. Bu amma mövzumuz deyil. İmtahanda da bizə düşən sual konkret olaraq odur ki, ingressdən istifadə edən bir resursu, HTTP üzərindən gələn bir resursu artıq sən gateway API çevirməlisən ki, bunun üzərindən gateway API üzərindən bu resurs bura keçməlidir. Məntiqinə də baxsaq, ingressdən bunun fərqin. Bütün resurslar burada ingress kontrollerdən istifadə olunur, amma əsas hər şey ingress resursunun üzərindədir və bütün idarəçilik bunun üzərində olur. Amma burada isə hər şey bir ayrı hissələrə bölünüb. Gateway kontrolleri də var, gateway class da var, gateway də var, HTTP root da var. Bunlar üzərindən bir istifadə olunur və gedir. Nə deyirəm, buradan gateway kontrolleri nədən istifadə edəcəyimizi təyin edir. Gateway class nə istifadə edəcəyimiz buradan şey olur. Gateway classda hansı kontroldən istifadə edəcəyimizi deyir. Gateway hansı artıq gateway məlumatlarını oradan xaricə gələn istəyə qəbul edir və gateway class ötürür. Gateway classda gateway kontrolları ötürür. Ondan sonra da artıq HTTP olsun və HTTP üzərindən olan məlumat ötürüldükdən sonra gəlib HTTP root üzərindən istifadə olunur. Və burada da domain üzərindən pet üzərindən çevrilir və müəyyən servislər yönləndirilir. İndi burada belə ola bilər ki, fərqli rootlardan istifadə oluna bilər, fərqli rootlar da var. Amma demək olar ki, həm imtahanda da, həm də şeydə də çox istifadə olunan HTTP rootdur. Gələk ilk olaraq Gateway API installation-a. Gateway API installation ilk olaraq bu özü bir CRD yoldaşlar. Özü bir custom sonradan yazılan bir resursdur. Gələk bunu ilk olaraq biz apply eləyək. Okay. Daha sonra gəlirik ini ilə hansı Nginx Gateway Fabric kontrollərindən istifadə edəcəyimizi bunu götürürük buradan. Burada şey quraşdırırıq. Siyahıda resurslarım. Burada da kontroller yükləyəcək. Gəlin bunu götürək. Gələk buraya yapışdıraq. Okay. Bu resursu eləyir. İndi sonunda da bir dənə kontroller yükləyək. Okay. İndi də deploy-unu da yükləyək və qaldıraq. Kontrolleri. Okay. Still get ingress on still users still ingress kontrollerine yazayım. Still get gateway controller still get on. Okay, hele buradan Nginx gateway kontrolleri kalkar buradan. Bakmamız olsun. Tam qalxandan sonra biz ilk olaraq ingress klassımıza baxaq. Default class yaradılır elə. Still gateway class gateway class. Ne oldu? Ben niye yazamadım ya? Okay. Görürəm ki, qalxdı kontroller. Nginx gateway kontrollərindən istifadə edir. Okay. Kontrollerimiz hazırdır. Bizim gateway klassımız da hazırdır. Bunlar qalxıb artıq. İndi bundan sonra bizim məntiqlə konfigurasiya edəcəyimiz işlər nə olacaq? Buradan şəkil üzərindən baxsaq, artıq bizim buradan
üzerinden biri yok. Bu şekil üzerinden danışsaq. Bu şekil üzerinden bizim gateway klasımız var ve burada da kontrollerimiz var. Lap gəlib burada mən bir dənə də şey edersəm. Burada fərqli kontrollər də istifadə edə bilərsiniz. Sırf bir kontrol lane ilə bağlı olmağa ehtiyac yoxdur. Gateway kontrol klasından bir neçə kontrollər istifadə edə bilərsiniz. Okay. İndi davam edək. Gəldik bizim indi manifest faylları üzərindən bir danışsaq. Əslində bu şəkil daha yaxşıdır, nəinki digər şəklə görə. Buradan sadəcə ilk olaraq gələn istək gateway istək birbaşa gateway gəlir. Gateway klassa yönləndirir buradan. Gateway class hansı kontrollerdən istifadə olan təyin edilir demişdik. Gateway burada gəlir və s. Mövzumuz gateway class yoldakı gateway class manifest faylı üzərindən izah edəcək. Buradan kind'in gateway class olduğunu deyirik. İçində fərqli şeylər də olar. Default gateway class etmək və s. Bu heç, amma işimiz əsas budur və buradan hansı kontrollerdən istifadə edəcəyin buradan təyin edirik. Əsas da iş budur. Bu adım bizim Nginx olduğumuz yadında qalsın, kifayətdir. Ondan sonra buradan artıq gəlib işimiz gateway'in özü olacaq. Gateway artıq bu hissədə bizə xaricə gələn trafiki birbaşa gateway üzərindən qəbul edir və götürür və buradan da artıq routing ödür, router'a ötürür və router nədən istifadə edəcəyi buradan təyin olunur. Ondan sonra backend servisə gedir. İndi burada müxtəlif routerlar var. Okey, davam edək. İndi buradan xarici gələn trafik gateway üzərinə dediyi yönləndirir. Ondan sonra hansı routerdan təyin ediləcək, buradan təyin edə bilər. İndi hansı protokoldan istifadə etsin, edirəm, bundan istifadə olunur. Ola bilər TCP istifadə edə bilərsiniz. TCP üzərindən trafiklər bölmə, UDP layer'lar üzərindən fərqli layer'lar üzərindən işləyir. HTTP route əsasən layer 7 üzərindən işləyir və HTTP və HTTPS üzərindən gələn trafiki path və domain üzərindən yönləndirməyə istifadə edir. Gəlsək buradan manifest faylının üzərindən danışaq. Gateway manifest faylı birbaşa budur. Adını təyin edirik. Hansı namespace üzərindən işləyəcək təyin olunur. Gateway class name'i təyin olunur. Hansı gateway class name'indən istifadə ediriksə onu yazırıq. Ondan sonra buradan gələn indi xüsusi bir domain hansı port üzərindən artıq gateway class gateway'dən deməli oradan xaricdən gələn trafik nə üzərindən gəldiyi buradan təyin olunur. Hardan listing olur. Buradan deyir ki appexample.com-dan gələn istəyi götürür. Həm HTTP, həm də HTTPS üzərindən gələn istəyi götürür. Okey. Buradan da deyirik ki, bütün namespace'lər bundan istifadə edə bilsin. Buradan da TLS hissəsi var. TLS də burada artıq buradan hansı private key ilə həmin məlumatları decrypt olunacağı buradan təyin olunur. Ondan sonra gəldik HTTP root hissəsinə. Əsas da mövzumuz HTTP root olacaq elə router hissəsində. Bundan sonra da gələn gateway'dən bu artıq açıq mənbəli bir kod. Yəni belə deyək, HTTP üzərindən gəlir də. Bundan sonra artıq HTTP üzərindən gəlmir. Bundan sonra da hansı pet üzərindən artıq servisləri yönləndirəcəyik. Buradan təyin edirik. Gəl bir dənə praktik edək. Çox da uzatmayım mövzunu. Bir dənə HTTP root hissəsində izah edəcəm. Ondan sonra keçək praktik hissəsinə və executable taskımızı işləyib videonu bitirək. Deməli, buradan da eyni ad namespace hissəsi təyin olunur. Hansı artıq gateway'dən istifadə edəcəyimizi yazırıq. Gələn artıq hostname'nin hansı üzərindən istək gəlir. Buradan deyir ki, appexample.com-dan gəlir. Okey. Ondan sonra buradan deyirəm ki, Perfix app olan gələn istəyi buradan hansı servisə göndər? App servisin port həştadına göndər. Burada da API üzərindən pet üzərindən gələn istəyi, yəni buradan appexample.com/API üzərindən gələn istəyi nəyə ötür? API serverin 80 portuna. Yenə deyirəm, məntiq eynidir. İngiliscə başa düşən burada başa düşmədiyi bir şey yoxdur. Sadəcə hər bir komponent ayrı-ayrı hissələrə bölünüb və müxtəlif konfigurasiyalar yaranıb və artıq buna keçirilir. Demək olar ki, API gateway, amma ingilis dilində hələ də istifadə edən var. Deməli, gəl bir dənə özümüz bir şey işlədək. Burada bir dənə deploymentimiz, bir dənə servisimiz var. Bunları bir dənə götürək. Okey. Deməli, gələk buradan təmizləyək. Bin bir nöqtə YAML içində nəsə olar ki, bunu təmizləyək. Insert edək. Hamısını bir fayl üzərində yazsam daha yaxşı olar məncə. Gələk buradan ilk olaraq deployment yazdıq. Sonra servis hissəsini yazaq.
Üzr sayın. Okey. Servis sesini yazaq. Bunları bilirik. Çox da şey ehtiyac yoxdur. Ona görə eləmirəm. Ondan sonra gərək buradan yani Gateway class sesini buradan yazmayacağım yoldaşlar. Ne göre yazmayacağım? Artık çünkü Gateway class'ımız var. Elə İngiliz adındadır. Qəsəm hətta buradan baxsam da ikinci terminal açsam. Hətta gəlib mən buradan baxsam da Goods değil, get. Okey. İngiliz adında Gateway class'da bu kontroldən istifadə etdiyini görürəm. Dənəcəksən. Hə, deməli buradan indi bunu gördük. Yəni Gateway class yaratmağa ehtiyacımız yoxdur. Hazırda eyni adlı ilə Gateway class'ımız var default olaraq. Ondan sonra gəlir buradan Gateway sesini götürürəm. Gateway sesini götürüb yapışdırıram bura. Və Gateway sesində də deyirəm ki, bu Gateway'dən Gateway class'ından istifadə İngiliz Gateway class'ından istifadə et. Hansı gələn istəyi appexample.com gələn istəyi qəbul et. Yəni hazırda burada sırf HTTP üzərindədir. HTTP üzərindən deyil və hansı namespace'lər istifadə etsin? Bu namespace'lər. Ondan sonra gələk buradan HTTP root hissəsini də götürək. Okey. HTTP root hissəsini götürün buradan. Gəlin yapışdırsam bura. HTTP root hissəsində də buradan hansı gateway referans olacaq? API gateway. Bu gateway'dən istifadə edəcəm. Bir ki slash API gələn istəyi yönləndir hara? Servis adı app servis 80 portuna. Və buradan deyir ki peti oradan sıfırla. Yəni bunun içindəki altdan app üzərindən axtarma. Birbaşa kök dizilinə göndər o trafiki. Okay. Still create 3f bir nöqtə YAML yazsam. Bunlar yandı. Gəliz bir baxaq. Still get gateway'ə baxaq. Görürəm ki IP gateway'imiz var. Adresi də budur. Okay. Still get HTTP root. Görürəm ki hostname'i də budur. Adı da eyni yaratdığımız kimidir. Gəl şimdi yoxlayaq. Kurulatam. Nəyi kurulatıram? İlk olaraq biz dirək aşadaq ki bizdə şey yoxdur. DNS. Əslində DNS edə bilərdimi? DNS-i konfigurasiya eləmək olsa core DNS-lə də elə bilər əslində. Deməli curl -h host app nöqtə com http slash 192 168 nöqtə 10 nöqtə neçədir? 200 IP'sin slash neçəyə app göndərək. Div host appexample.com bir dənə baxsaq bizdə buradan nəyin üzərinə göndərmə deyil, app üzərinə göndərmə deyil. appexample.com biz oradan yazdıq. appexample.com Okey, app atanda niyə buraya sizə göndərməli ki? Yəni yazaq, bu gözümdən qaçar. Curl host hansı host app.com okey http slash 192 168 10.200 slash okey.
Nginx'in successful pəncərəsini açdı və bizə göstərdi. Sadəcə yönləndirmə ilə içində heç nə yazmadığımıza görə bir şey çıxmadı. Yəni gəlsəm mən get svc yazsam, buradan yəqin ki app servisi olar. Get Nginx. Bizden yəqin ki app get Nginx. App servis. Okay. Gəlsəm mən kurul açsam. Buna mən default page'i qaytaracaq. O deployment'in içində şey yazsam, bir yazı yazsam HTML içində. Elə o da yazı çıxacaq. Orası keçmiş, onun işimiz yok. Sadəcə bizim işimiz yönləndirmə idi və bunun üzərində yönləndirdik və success pəncərə açıldı, görsəndi. Əslində ilə biz burada çoxlu TLS konfigurasiyalar göstərə bilərik. Onu indi execute oltasında edəcək. Ona görə çox şey eləmək istəmirəm ki, video uzun olmasın. Hətta 20 dəqiqə indi video olub. Gələcək execute oltasları keçək. Orada 3 dənə taskımız var. TLS mövzusu da var orada elə. Onu da üzərinə edək, videonu bitirək. Deməli, gələk buradan. Əslində danışsam bu videonu çox uzada bilərəm ki, hər bir router bir-biri göstərməyə. Amma onun da ehtiyac yoxdur. Həm də araşdırmağa da bir şey qalsın. Hər bir şey eləyəndən sonra mənası qalır. DevOps testlerine gələk buradan. Deməli, kodini götürək buradan. Gələk. LSS burada maşallah hər şey var. Eren, 1.sh. Okay. LSS Eren, DevOps testleri. Çekili belə kifayətdir. Klon. Yapışdıraq bunu. Başlayalım elə 2 terminala keçək. Şeydi DevOps testləri 3 Kubernetes. Bundan sonra da gələcək mövzu istiyor olacaq. Kubernetes onun mövzu, yəni mövzu baxımından bunlar da dərs baxımından elə şeydir. Kubernetesin 3-4 mövzumuz qaldı, 3 mövzumuz qaldı heç olmasa. Burada da 18-ci dərs Kubernetes Gateway API. Okay. Yes. chmod 1.6 test.sh. Bunu işlədək. Biraz vaxt işləyək. Qalxmağa gözləyək onu. Qalxanda elə videonu başlayıram, elə ki pauza verək. Devam edək yoldaşlar. İngiliscəni götürək buradan. Buranın qalxmağa da vaxt işləyək. Buranı da pauza edeyim. Devam edək yoldaşlar. Deməli. Vim edib bir nöqtə yağmalayacaq birinci. Create gateway IP yarat. Create ve gateway HTTP root olsun. Cluster'da hal-hazırda var. Servis name'i web servisi. Running port 80'dır. Gateway API'dir. Create gateway yarat. Web gateway olsun adı. Okay. Ondan sonra ilk port 80 olsun. HTTP protokolunu istifadə etsin. Create HTTP root yarat. Web root olsun adı. Web seç web petine iste gələndə web servisə yönləndirilsin. HTTP root gateway referansı olsun nə? Onun üsttəki gateway. Okay. Siriş webdə də istifadə olunanda heç nə router bu servisə yönləndirsin, korrekt alsın. Okay. Deməli gəlsək buradan biz Kubernetes UI yazsam. Gəlsəm Gateway API yazsam. Burada elə ikinci manifest bizə tam ideal manifestdir. Bunu götürsəm, yapıştırsam bura. Bizdən ilk olaraq default namespace'dir. Namespace'dən işim yox onun üçün. Name cəhətdən adı olacaq nə? Name cəhətdən adı olmalıdır. Gateway name olsun, web gateway, web. Okay. Ondan sonra
Klası Nginx deyib bizdə default deyir o gəlir. Burada sırf yazım var. Yazmayayım ama bizdə Nginx-də nədirsə onu yazarsınız. Ondan sonra HTTP üzərinə istə gəlsin. 80 portuna, okey. Bizdən xüsusi bir şey istəməyib. Domain. Sadəcə full buradan şey açıram. Namespace'lər istifadə edə bilsin. Ondan sonra gəlirəm elə buradan. Insert. Okey. Gəlirəm buradan nə edirəm? İkinci hissəsindən bu root'u götürürəm. Götürək buradan. Yapışdıraq buradan. Adı HTTP root'un nə olacaq onu götürək. Web root olacaq. Ondan sonra hansı gateway'dən istifadə edəcəm onu yazaq. Web gateway. Web gateway. Host hissəsi yoxdur. Okay, rule hissəsində bizdən deyir ki, login cəhətdən web yazıldıqda tək cəhətdən hansı servisə yönləndirilsin? Web servisə yönləndirilsin. Buradan da 80 port olacaq. Okay, 80 port da buradan. Aslında buradan baxa bilərik. Burada get SPC. Bir servis. Okey, 80 portun istənilir. Gəlsəm buradan copy create bir nöqtə YAML yazsam. Yarattım. Copy get gateway yazsam. Okey, hazırdır. Hazırda ama istəyə atsam şey etməyəcək, ona görə şey eləmirəm çox. Ki bizdə bir şey də yoxdur. Makrol atsam da hiç cavab gəlməməlidir belə heç. 201 inmiş serverdə xəta var deyir heç bizə. Cavab verməlidir belə elə. 2 serverdə heç şey yoxdur. Sübü yöndələrimi şey deməmişəm. İstəyirsəm keçməlidir. Okey, korrekt aldım. Belə ikinci sual. İkinci sual yaramıza biraz vaxt çıxacaq, pauza verək. Deməli, indi gələcək başlayaq yoldaşlar. Yenə deyim. Buradan 2 nöqtə YAML yazsam. Bu birbaşa imtahan sualdır. Bizdən deyir ki, Gateway API yarat, ingressdən keçir, Gateway API-ya TLS üzərindən deyir, hal-hazırda application-da deployment var, Kubernetes clusterında və ingress resursunun name'i webdir. Ondan sonra deyir, migrat elə köçür, ingress resursu hal-hazırda var, Gateway API köçür. Deyir, exiting HTTPS access-i üzərindən configuration et. Create gateway resource name'i web gateway olsun. Host name'i də bu olacaq. Okay. Deməliyim mən. Gəlsəm buradan. İlk manifestimi buradan götürsəm. Bunu götürsəm. Gəlsəm bura. Insert. Yapıştırsam buna. Okay. Buradan gəlsəm. Adım. Gateway name'i web gateway olacaq. Web gateway götürsə yapsaq. Bizdən hansı namespace istəyir? Application namespace, xüsusi bir namespace istəyirmi? Bizdən hansı namespace-ləri görək? Get namespace yazsaq.
Migrate onlu migrate. Burada da yanlış migrate çalacaq. Burada namespace adı yazmıyor ama. Yani ki bunu düzeltmək lazım. Bu sol düzəldirəm namespace'in adını burada yazmalıydı ama. Yani ki namespace adı budur yoldaşlar. Migrate. Burada böyle bir şey gören var mı? Yoktur. Neyse devam edək. Gələk buradan namespace'e belə yazaq. Okey. Gateway class name'i Nginx yazıyor. Deməli Gateway class name'i deyir ki Nginx class'dır. Okey. Bizdən buradan HTTPS üzərindən yönləndirmə istəyir. Buradan da HTTPS yazıram. Portunu 443 yazıram. 443. Bizdən hansı hostname üzərinə gələn istək qəbul etmemizi istəyir. Bizdən gələn gateway.web.calc.local dan gələn istəyi qəbul etmemizi istəyir. Buradan sonra altdan biz TLS yazacağıq. TLS. Ondan sonra metod termin. Bunu necə baxmaq üçün gəlsəm buradan Gateway API yazsam. Gateway API buradan TLS listesi burada hazır verib bizə. Yəni belə də götürə bilərik, elə də götürə bilərik. Açtı Bluetooth sırf gateway sesi lazım bana. Control metod. Deməli buradan TLS yazılır. TLS. Terminate etmeden yazılında. Terminate olmalıydı burada ama eminim ki terminate olmalıydı. Neyse götürək elimizdən biri yazıq elə. Metod yazmayaq. Birbaşa. Ama metod olmalıydı yoldaşlar. Metod olmalıydı. Gateway API. TLS. Okay. Nesini hiç düz yazmıştım. Terminate buradan bir tane. Deməli terminate kan listesini yazacaq olsa efendim ondan sonra certificate referans okey. Götür buradan kopyalayabildim. Prosta əlverişi istəyirəm. İkinci dəfə də bunu yazıram. Ona görə tam əlverişim yoxdur. Deməli sertifikat referans yazırıq burada. Hansı biz sertifikatı deməli sertifikat referans gəlir aşağıdan tre kind Tree count secret. Okay. Name'den necə tapırıq? Yadlaşacaq çıxar. Stil get secret train
Web TLS adlı sekretimiz. Yeniden kaydayı buradan. Web TLS yazdık. Okey, buradan işimiz kurtardı. Elə çətini bu idi. Bundan sonra gəlsək biz. Bunu götürsək. Buradan metadata sitesinden adın root'un. Bizden root olarak create HTTP root, web root istəyir. Web3 root. Okey. Ondan sonra namespace sitesinden namespace sitesinden bizden ne istemişti buradan? Namespace yazılmalıdır. Ben bu şunu nasıl yazmamışım. Buradan da gateway sitesinden hansı gateway'ini istəyirdi bizden? Web gateway. Web gateway. Domain sitesinden hansı domaini istemişti? Gateway web local. Okey. Yapıştıra bunu. Pet sitesinden bizden ne istəyir mi? Köç dizinə deyir. Köç dizinə istəyir. Onun üçün hansı servisdən atacağımız baxaq bir dənə. Yəqin ki web servisi olacaq. Hörmət farkınız neyim? Burada bu şey çox stil get isvi çox resus eləyib yoldaşlar görün bir yazılmasını göstərir. Kupstim Nginx Gateway yani Nginx gibi migrate web servis adında bir dənə web servis haranı expose edib görəsən. Deməli -n Session port expose olup okey. Gelsem buradan sadece ben name olarak insert web3 service seçsem sil create 2.yaml ne deyir error certificate referans sitesinde de problem değil certificate modu götürüp burada yazmalı değil miydim? Okey. Buradan mod getirsem ne bileyim sadece buradan ben şey sesini yazmış sef yazmışım. Şu anda şeyden YAML strukturundan bildim. Bir replace tire force tire 2.yaml Nadir Speglistin certificate reference neyse yazmış burada tlist tlist mod
Üstüne düz yazmışıq. Niyə səhv verir? 2. Deməli, hostname düzdür. TLS hissəsində bizə sıfır problem var. Trace mode terminate. Yəni ki, bu terminate sözündə də problem ola bilər. Yox. Certificate referansda necə? Bildim. Burada bir itiraz yoktu. Okey. Stil, gateway. Hazırdır. İstetsek. Səhv verdi. Görəsən nəyi səhv yazmışıq? Birinci səhv verdi. Bu qədər yoxlamalı. Deməli, adı web gateway olacaq. Immigrate, engineering class. Adı olacaq. Class engineering class. Okey. Class tipi üzerinden. Okey, korrekt aldık. Все. Bu da elə birəbir imtahansı oldu yoldaşlar. Düzdür, mən biraz çox vaxt itirdim burada, amma əlbəttə şimdi 2-3 dəfə işləsəm çox sürətli yazaram. Nəsə yoldaşlar, videomu bitirirəm ki, üçüncü taskda özü də eləyərsiniz. Videom çox uzun olmasın. 42 dəqiqədir. Növbəti testə görüşənə qədər Allah'a emanet olun.